Müşfiq bəy, düşünürəm ki, yaxın şərqdə baş verənlərə, məxsus olaraq İran üzərindən gedən proseslərə təsir göstərəcək bir nəticə də var. Gündəmdə olan proseslərdən əgər danışırıqsa, söhbət Ermənistandakı seçkilərdən gedir və seçkilərin nəticəsi etibarıyla Nikol Paşinyanın partiyası irəlidədir. Hələ ki, verilən məlumatlar ən azından bunu deməyimizə əsas verir və Paşinyan administrasiyasının yenidən hakimiyyətə gəlməsi ilə İran nəyi itirir, nəyi qazanır? Bax, maraqlı sual düşünürəm ki, budur. Bəli, regionda maraqları olan bir sıra dövlətlər, o cümlədən İran, Ermənistandakı seçkiləri diqqətlə izləyir. Çünki bilir ki, bu seçkilər yalnız Ermənistanın daxili məsələsidir, nə hakimiyyət uğrunda mübarizə məsələsidir. Bu, həm də bir geosiyasi əhəmiyyət daşıyır. Yəni, bu Cənubi Qafqazın gələcək talihinin müəyyənləşməsində bu seçkilər strateji əhəmiyyətə malik bir hadisə hesab olunurdu. Xüsusilə də burada qərb yönlü və Rusiyaya bağlı qüvvələr arasında bir mübarizə kontekstində yanaşılır bu məsələyə və artıq seçkilər arxada qalır və ilkin nəticələr də məlumdur və yekun rəsmi nəticələrdə də ciddi dəyişikliklər olacağını mən gözləmirəm. Yenidən, yəni rəy sorularında da göstərildiyi kimi Nikol Paşinyanın liderlik etdiyi Vətəndaş Müqaviləsi partiyası qalib gəldi və əslində burada bəzi incə məqamlar var ki, mən onu qeyd etmək istəyirəm. Yəni, 2021-ci ildə keçirilmiş parlament seçkilərində Nikol Paşinyanın reytingi 29%. Buna baxmayaraq, Nikol Paşinyan 54% səslə 54% səslə qalib gəldi, 53,91. Amma müxalifətin reytingi yüksək olsa da müxalifət parlamentdə cəmi 34 mandat qazana bilmişdir. Ancaq indi 41 mandat qazanır. Məsələ burasındadır ki, bu fakt daha çox müxalifətin mövqeyinin güclənməsi və Rusiyanın proseslərə siyasi müdaxiləsinin artması və müxalifətlə ciddi işləməsinin nəticəsidir və indi əli daha çox gücləndirilmiş bir müxalifət qüvvəsi meydana çıxıb və bunun da əsas amillərdən biri də müxalifətin yeni bir simasının, yəni Samvel Karapetyanın timsalında yeni bir liderin meydana çıxmasıdır. Əvvəlki seçkilərdə köhnə figurlar meydana çıxmışdı və onlar ciddi bir uğur qazana bilmədilər. Hətta Robert Köçəryanın özü belə bu seçkidə 10%lik barajı keçə bilmədi. Sadəcə olaraq o Ermənistan seçki məcəlləsinə görə minimum 3 blok və ya 3 partiya təmsil olmalıdır parlamentdə. Ona görə də ikisi təmsil olunanda üçüncü artıq təmsil olunmayanda seçkini keçə bilməyən və ən çox səs toplamış bloka və ya partiyaya güzəşt edilir. Və güzəşt etdilər Köçəryana, baxmayaraq ki, o Konstitusiya Məhkəməsinə müraciət etmək istəyir, güzəşt etdilər və ona 12 mandat verdi. Və beləliklə artıq sabit çoxluq formalaşdı və Köçəryan üzrdən Nikol Paşinyan artıq yenidən baş nazir seçilmək imkanı qazanıb və hökuməti 64 mandatla tək başına formalaşdıra biləcək. Lakin burada məsələ nədir? Burada İran Ermənistandakı seçkilərdə gözləyirdi ki, açığı, daha doğrusu maraqlı idi ki, müxalifət qalib gəlməsin. Hakimiyyət qalib gəlməsin, müxalifət qalib gəlsin, revanşist müxalifət və beləliklə Azərbaycanla sülh sazişi baş tutsun, nə Zəngəzur dəhlizinin açılması baş tutsun və regionda yenidən münaqişəli bir situasiya yaransın. Rusiya kimi İran da bununla maraqlıdır. Bunu əvvəl də müzakirə etmişdik və yəni biz Nikol Paşinyan Ermənistan cəmiyyətinə müraciətində hələ aprel ayında demişdik ki, bu sülh partiyası ilə müharibə partiyası arasında bir rəqabətdir. Seçiminizi siz edin. Yəni, ya sülh partiyasına səs verin, ya müharibə partiyasına. Bax, bu baxımdan da İran təbii ki, bölgəyə bütün ətraf qonşu ölkələrə, regionlara
müharibə və terror saçan bir dövlət kimi, bir rejim kimi Cənubi Qafqazda da sülhün və sabitliyin olmasında maraqlı deyil və çalışırdı ki, yenidən münaqişə bərpa olunsun, sülh olmasın. Lakin xalqın iradəsi ilə Ermənistanda sülh partiyası qalib gəldi və bu onu göstərir ki, artıq Zəngəzur dəhlizinin, yəni Trap marşrutunun açılması qaçılmaz olacaq və İran artıq bu prosesin qarşısını ala bilməyəcək. Çünki Ermənistan müxalibəti deyildi ki, onlar hakimiyyətə gəlsələr, Zəngəzur dəhlizinin açılmasına barədə razılaşmadan Vaşinqton bəyannaməsindən imtina edəcəklər və heç bir deməli Azərbaycanla kommunikasiyaların açılmasına getməyəcəklər. Lakin artıq bu proses, bu plan pozuldu və Ermənistan Zəngəzur dəhlizinin açılmasına dair Amerika Birləşmiş Ştatları ilə və Azərbaycanla əldə olmuş razılaşmaları yerinə yetirməyə belə deyək də yetirməli olacaq. Daha Nikol Paşinyan da seçkidən sonra dərhal Azərbaycana və Türkiyəyə etdiyi müraciətində bunu vurğuladı və düşünürəm ki, burada İranın itirdiyi və artıq qarşısını ala bilməyəcəyi bir proses baş verdi. Rusiya hələ müqavimət göstərir müəyyən qədər. Yəni parlamentdə o 41 deputat mandatından istifadə edib vaxtaşırı çalışacaqlar ki, Nikol Paşinyana təzyiq göstərsinlər və onun hətta gözləyirəm ki, ona etimadsızlıq məsələsini gündəmə gətirə bilərlər. Ancaq çoxluq onda olduğu üçün inanmıram ki, bu impeachment baş tutsun. Daim çalışırlar, onun təzyiq altında saxlasınlar və İran da əslində bu təzyiqin baş verməsində maraqlıdır. Gələcəkdə parlamentdəki müxalifətin Paşinyana təzyiqlərinin olmasına maraqlıdır. Ancaq Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası kimi proseslər artıq qaçılmaz olacaq. Lakin burada bir incə məqam var. Bu da ondan ibarətdir ki, Ermənistan hakimiyyəti seçkilərdə konstitusiyon çoxluğu əldə edə bilmir. Yəni burada bilirsiniz ki, əgər əvvəlki parlamentdə olduğu kimi məsələn 71 mandata sahib olsaydı, o zaman konstitusiyon çoxluğu əldə etmiş olurdu və konstitusiya referendumuna gedə biləcəkdir. Lakin indi konstitusiya referendumuna getmək biraz çətin məsələdir, çox çətin olacaq Nikol Paşinyan üçün və konstitusiyon çoxluq çünki təmin olunmur, deyilmi? Bəli, bəli, çoxluq təmin olunmadığına görə o halda referenduma getmək və konstitusiyanı dəyişmək, yeni konstitusiya layihəsini qəbul etdirmək çətin olacaq. Və bax, bu məsələdə artıq Azərbaycan da bilirsiniz ki, sülh müqaviləsinin imzalanması üçün konstitusiyanın dəyişməsini tələb edir. Və bu alınmasa artıq konstitusiya dəyişikliyi baş verməsə, sülh müqaviləsi artıq imzalanmayacaq. İmzalana bilməz. Və bu da İranın maraqlarına cavab verir. Yəni Azərbaycanla Ermənistan arasında sülh olmasın. Sülh olmasın. Ona görə də məsələn Paşinyan düşünürəm ki, 2031-ci ilə qədər Azərbaycanla sülh imzalayacaq deyərkən bəlkə də elə bu riskləri nəzərdə tuturdu. Lakin ola bilsin ki, Azərbaycanla sülh imzalansın. Konstitusiya dəyişmədən Ermənistanla Azərbaycan arasında sülh imzalansın. Ancaq məsələ burasındadır ki, Ermənistan konstitusiyasının 116-cı maddəsinə görə 116.3-cü maddəsinə görə əgər bir müqabil, xarici, beynəlxalq müqavilələr ölkə konstitusiyasına ziddirsə, o halda parlamentin onu ratifikasiya etmək hüququ yox. Və konstitusiyada isə yazılır ki, Dağlıq Qarabağ bilirsiniz ki, preambula hissəsinə görə Azərbaycana qarşı ərazi iddiası var. Mən demək istəyirəm, yəni konstitusiya dəyişikliyi edilmədən sülh müqaviləsi imzalansa belə, bu özü Ermənistan konstitusiyasının ziddir. Mövcud konstitusiyanın 116.3-cü maddəsinə görə əgər beynəlxalq müqavilələr
deməli, Ermənistan konstitusiyasına ziddirsə, Konstitusiya əsas götürülür. bəli, o halda bu hətta Ermənistan konstitusiyasının 5-ci maddəsinə də ziddir. Və o 116.3-cü maddəsinə ziddirsə, o halda Ermənistan parlamenti onu ratifikasiya edə bilməz. Bax, bu baxımdan da, yəni Ermənistan Konstitusiya Məhkəməsi özü də buna müsbət rəy verə bilməz. Ona görə də bilirsiniz, mütləq və mütləq Ermənistanın konstitusiyası dəyişməlidir ki, müqavilə Azərbaycanla bağlanacaq sülh müqaviləsi və orada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanındığına və Azərbaycana qarşı hər hansı ərazi iddiaların olmadığına dair razılaşma konstitusiya ilə uyğunluq təşkil etsin. Bu olmalıdır ki, sülh sazişi baş tutsun. Əks təqdirdə bölgədə sabitlik, sülh yenidən təhlükə altına düşə bilər. Bu isə bölgədə sülhün və sabitliyin olmasında maraqlı olmayan İran, Rusiya kimi və başqa qüvvələrin maraqlarına cavab verir. Ona görə də hesab edirəm ki, çalışmalıdır. Ermənistan rəhbərliyi müəyyən siyasi iradə nümayiş etdirməlidir. Müəyyən kompromis variantlar tapmalıdır ki, mütləq konstitusiyanı müxalifətlə anlaşmaya nail olmaya çalışmalıdır ki, mütləq konstitusiyanı dəyişsin, yeni referendum keçirsin və konstitusiyanın qəbulundan sonra artıq Azərbaycan, yalnız Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütövlükdə regionda tamamilə yeni bir proses başlana bilər. Və bu proses, mən deyərəm, hətta 1828-ci ildə Azərbaycanın ikiyə bölünməsi ilə baş vermiş müharibədən, yəni Rusiya, Persiya müharibəsi deyərdim buna, Qacarlar müharibəsi də, daha doğrusu Qacarlar müharibəsi daha yaxşı olur, çünki onda İran dövləti yoxdur. Və bu müharibədən bəri Cənubi Qafqazın taliyində tamamilə yeni bir mərhələnin açılmasına gətirib çıxara bilər və ondan sonra bölgədə həqiqətən də biz rifahdan, inkişafdan danışa bilərik. Çox təşəkkür edirik Müşfiq bəy, sizə dəvətimizi qəbul etdiyiniz üçün və maraqlı, əhatəli şərhinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun. Təşəkkür ederim. Çox sağ olun. Bəli, əziz izləyicilər, qonağımız siyasi ekspert Müşfiq Abdullah bəydir və onunla regionu əlaqələndirən hazırki siyasi gündəm kontekstində olduqca önəm daşıyan bir çox istiqamətləri təhlil etmiş olduq. Ən son informasiyaları da eyni zamanda gərginliklə bağlı, hazırki vəziyyətlə bağlı ən son məlumatları da eyni zamanda sizin diqqətinizə çatdırmış olduq. Siz isə bizi canlı olaraq UDPEC və YouTube kanalları üzərindən izləmiş oldunuz. Bizi yalnız izləməklə kifayətlənməyin, eləcə də onlayn platformada Yunan TV kanalına abunə olmaqla, verilişimizi bəyənməklə, paylaşmaqla, canlı şərh bölməsinə fikirlərinizi, təkliflərinizi, suallarınızı yazmaqla mövqeyimizin daha geniş auditoriyada səslənməsinə şərait yarada bilərsiniz. Qətiyyən hər hansı bir maliyyə və kommersiya marağımız mövcud deyil. Təbiidir ki, YouTube alqoritminə uyğun olaraq bu dəstəyə ehtiyacımız var. Odur ki, diqqətinizi və dəstəyinizi bizdən əsirgəməyin ki, həm də gündəmdə baş verən ən son məlumatlardan və onların obyektiv təhlilindən xəbərdar olasınız. Növbəti buraxılışda görüşən